Tədbirdə Babək rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, bu cür tədbirlər ailələrə mənəvi dəstək olmaqla yanaşı, şəhid övladlarının sevindirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İcra Hakimiyyətinin başçısı bildirib ki, qəhrəmanlarımızın xatirəsi daim uca tutulacaq, onların ailələri hər zaman dövlətin əhatəsində olacaq. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhid Gizir Ümid Novruzlunun həyat yoldaşı Gülay Novruzlu çıxış edərək qəhrəman həyat yoldaşının vətənə olan sonsuz sevgisindən bəhs edib, döyüşlərdə göstərdiyi igidlikdən qürurla danışıb, xatirələrini bölüşüb. Sonra tədbir bədii hissə ilə davam edib. Uşaqlar üçün əyləncəli oyunlar nümayiş olunub, bayram əhval ruhiyyəsi bəxş olunub. Oruc Mirzəyev, Tərlan İbrahimova, Rəşad Hüseynov, NTV Xəbər. Kimden kalmayayım size? Gelsinler bura. Gel. Adlarını eşiteysen, adını bildiysen onu